Salam əziz izləyicilər, hər vaxtınız xeyir. Demək, bugün bildiyimiz kimi 20 aprel 2025-ci ildə OTK blok fənləri üzrə sınaq imtahanı keçirib. Demək, 11-ci sinifin 1-ci qrupunu paylaşmışam. Orada ispat falan sualı idi. Bu da 2-ci qrupun situasiyasıdır. Birisi də 1-ci qrupla 2-ci qrup 27-yə qədər suallar eynidir. Sadəcə 28, 29, 30 fərqli olur. Bu da 2-ci qrupun situasiya suallarıydı. Bunun izahını dedim paylaşım sizinlə. Demək, baxıram 28-ci sual. Baxın, görə bizə nə istəyir. D velosiped və motosiklet satış ilə məşğul olan mağazada müəyyən sayda 2 təkərli velosipedlər və 3 təkərli motosikletlər var. Onların ümumi sayı 15'dir. Gəlin belə deyək də. Demək, 2 təkərli velosipedlərə X deyək. Yəni sayda da bu X. X sayda. 3 təkərli motosikletlərə Y deyək. Bunların ümumi sayı 15'dir. Yəni buradan başa düşürük ki X plus Y 15'miş. Və təkərlərinin sayı isə 37'dir. Baxın, velosipedin 2 təkəri varsa təkərlərin sayı olur 2x. X sayda velosipedin təkər sayı 2x. Üstə gəl. Y sayda 3 təkərli motosikletin təkər sayı 3y. Bunların cəmi nəyə bərabər olmalıdır? 37'yə. Deyir, həm velosipedlərin, həm də motosikletlərin hər birinin qiymətləri müxtəlifdir. Yəni, qiymətlər fərqlidir və onlar ən ucuzdan ən bahaya doğru yan-yana qoyulmuşdur. Bunu başa düşdük. Deyir, mağazada hər nəqliyyat vasitəsində neçə ədəd var? Gəlin baxaq. Buradan 28-ci suala baxıram. Bu ümumiydi. 28'e baxıram. Bu sistem təlimliyə görə hər nəqliyyat vasitəsində neçə ədəd olduğunu gəlin tapaq. Məsələn, yuxarını vururam 3'ə. Olur 3x üstə gəl 3y bərabər 45. 2x üstə gəl 3y bərabər 37'dir. Yuxarıdan aşağıya çıxsam 3y'lər gedər. X bərabər 8 olur. Məsələn, burada x'in yerinə 8 yazsam y 7 olur. Və biz buradan gördük ki 2 təkərli velosipeddən 8 dənədir. 3 təkərli motosikletdən 7 dənədir. Və cavab 8 və 7 olur. 28-ci sualda. Bu belə. İndi baxıram 29'a. Deyir, mağazaya gələn müştəri bir velosiped və 2 motosikleti almaq üçün neçə fərqli üsullar seçim edə bilər? İndi baxın. Birbaşa yazım. Bu velosipeddən nə qədər idi? Velosipeddən 8 dənədir. Motosikletdən 7 dənə. İndi gələn müştəri bir velosiped və 2 motosikleti almaq üçün deyir, neçə fərqli üsullar seçim edə bilər? Baxın, bayaq şərtdə ona görə deyirdi. Fərqli. Həm bizə nə deyirdi? Deyirdi ki, həm velosiped, həm də motosikletlərin hər birinin qiymətləri müxtəlif və onlar ən ucuzdan ən bahaya doğru yan-yana qoyulmuşdur. Fərqli olduğuna görə biz bir velosipedi neçə üsulla seçə bilərik? Kombinezon 8'dən 1'ə. Burada qiymətlər fərqlidir axı. Ona görə şərtdə vurulamış qiymətlər fərqlidir. Ona görə mən kombinezon yox, permütasiya ilə getməliyəm. Çünki məsələ qiymət fərqlidir də. Birinin qiyməti məsələ, birinci seçdiyim velosiped 10 manat ola bilər, ikinci seçdiyim 15 manat ola bilər. Yəni yerlərin dəyişikliyi fərqli olur axı. Ona görə biz permütasiya gedirik. Məsələn, velosipedlərin seçimi 8'dən 1'ə. Demək, bir velosiped, 2 motosiklet. Motosikletlərin isə 7'dən 2'ə. Bir velosiped və 2 motosikleti almaq üçün neçə fərqli üsul seçim edə bilərəm bu şəkildə. Bu da demək 8 faktorial bölü 7 faktorial vurulsun 7 faktorial bölü 5 faktorial. Bir dəqiqə mən kombinezon yazıram, permütasiya olmalı. Demək 7 faktorial vur 5 faktorial. Bunlar gedir, buradan 8 qalır. Bu da gedir, orada qalır nə? 6 vur 5.
Bu da 30, 240 seçim. 29'a cavab 240 seçim olur. Demək, növbəti baxıram 30'a. Velosiped ve motosikletlerin en ucuzu uygun olarak 120 manatdır. Demək, velosipedlerin en ucuzu 120'dir. Motosikletlerin en ucuzu 1200'dür. Bu en ucuz olanlardır. Her növbəti velosipedin qiyməti özündən əvvəlki velosipedin qiymətindən 30 manat. Her növbəti motosikletin qiyməti özündən əvvəlki motosikletin qiymətindən 200 manat bahadır. En bahalı velosipedin və motosikletin qiyməti. Çox sadə sualda bilirsiniz. Mesela velosipeddən nə qədərdir? Velosipeddən 8 dənədir, düzdür? İndi düşün ki, en ucuzu 120'dirsə, hər dəfə nə deyir mənə? Hər növbət velosipedin qiyməti özündən əvvəlki velosipeddən 30 manat bahadır. Bundan sonra gələn 150'dir. Ondan sonra gələn nədir? 180'dir. Bildin necə? Ondan sonra gələn nədir? 210'dur, 240'dır, 270'dir. Demək 3, 6. 8 dənə idi. Bəli. Sonra üzərinə 30 gəl, 300, 330. Yəni bunu belə izah eləmək üçün göstərdim. Yəni sən durub, məsələn 15 olsa durub 15 dənə yazası deyilsənə, hər dəfə 30 manat üzərinə gəlirsənsə, məsələn belə düşün də. Birincisi 120 deyil. Məsələn bu birincisidir. Mənə 8-ci lazım, ən bahalı. Bundan sonra neçəsi qalır? 7'si. 7'ni vur 30 sayılı 210. 120 üzərinə 210 gəl, 330. Yəni 8-ci en bahalı olan 330 manatlı qiyməti. En bahalı velosipedin ve motosikletin qiyməti. En bahalı velosiped 330 oldu. Cevap 330. Demək, en ucuz motosiklet 1200'dürsə, özündən əvvəlki motosikletin qiymətindən 200 manat bahadır. Motosikletdən nə qədərdir? 7 dənə. İndi biri 1200'dürsə, bundan sonra neçəsi qalır? 6'sı qalır. Onda 6'nı vururam 1200'e. 7200. 1200 üzerine 7200 gəlirəm. Olur 8400. En bahalı motosikletdə ne oldu? 8400. Cevap bu şekilde. Biz elə en bahalı motosikletin velosipedin qiymətini soruşurdu. 330 ve 8400 olmuş olur. Bircə dəqiqə üzrü sayın. Yaxşı fikir verməyin də. Orada 200 manat demem, 1200'ü vurdum. 200'ü vur 6'ya. Bu 1200 eləyir. Bu 1200 eləyir. Ben bunun qiymətini vurdum 6'ya. Hər dəfə deyir ki 200 manat bahadır. Biri digərindən. Motosiklet. Ona göre 1200. Demək 6 dənəsi 1200 eləyir. İlk olan 1200 üzərinə 1200 gəlirəm. 2400 olur. En bahalısı 2400 olur. Motosikletin cevap 330 ve 2400 olur.